Salam. Salam Qədir, salam. Nə əziyyət Necəsən? çəkirsiniz? Sağ ol. Özüm gələcəkdim evə. Nə əziyyət, qardaşım. Piyada gəlməmişəm ki. Maşın var da aldım. Deməli belə, Qədir, mən uşaqlara tapşırdım. Məlumat aldılar, öyrəndilər. Orada bu saat çox möhkəm tikinti gedir. Özün bilirsən də toz, torpaq, belə şəraitsizlikdir. Tək qalmaq olar, amma ailə ilə çox çətindir. Ona görə mən fikirləşdim ki, birinci sən özün gedəsən. Orada bir şərait yaradasan, orada bir işləri yoluna qoyasan, ondan sonra gəlib uşaqları da apara bilərsən. Əslində mən də sizin kimi düşünürdüm. Ay sağ ol. Bir də oralar dağlıq yerdir də. Dağlıq yerdə özün yaxşı bilirsən. Uşaq üçün çətin olar. Həm də onun xəstəxana hərdən aparılmalıdır. Sonra məktəb məsələsi var falan. Mən fikirləşirəm ki, hələlik olan burada qalsalar daha yaxşı olar. Yaxşı, sabah bizim uşaqlar səhər yola çıxırlar. Mən deyərəm gəlib səni evdən götürərlər. Oldu? Zəhmət olmasın. Bir dəqiqə. Bunu da götür qoy cibinə. Mən buna ehtiyac yoxdur valla. Gəlir dedim götür də. Yola çıxırsan axı sən. Bildim ehtiyac yoxdur mənim valla. Götür qoy cibinə götür. Götür deyirəm sənə. Mənim sizə əvvəldən də borcum var idi. Onda Hə də yaxşı. ondan bir yerdə maaşımdan tutarsın. Yaxşıdır. Hələ bir işə başla, inşallah yaxşı olar. Hələ Qədir, Qumru xanım nə idi, şərf idi ya, şalı idi, bilmirəm nə idi Qumru xanımın. Atçılıqda şəkil çəkdirəndə atın belində qalmışdı. Yadımdan çıxdı, onu götürmədim. Bekara deyərəm, gətirib verər. Rahat olun. Yaxşı Qədir, hələlik özündən müğayət ol. Siz də mənim. Get. Allah amanında olun. Görüşərik inşallah. Hələlik.